Akşam görüşleri. Mikrofonun önünde verilişin müəllifi Rafael Hüseynov. Akşamınız xeyir, hörmətli dinləyicilər. Bugünkü verilişimizi bəstəkar Bəhram Nəsibova həsr edirik. Onun mahnılarını siz çox eşitmişsiniz, ayrı-ayrı müğənnilərin ifasını, onların əksəriyyəti populyardır. Bir çox mahnılarının sözlərini də öz yazıb. Bəhram Nəsibov peşəkar musiqi təhsili görmüş bir insan deyil. Yəni, bizdə adətən qəbul olunmuş bir ifadə ilə desək, həvəskar bəstəkardır. Biraz da dəqiqləşdirsək, özündən bəstəkardır. Yəni, konservatoriyada bu bəstəkarlığın bir elm olaraq nəzər əsaslarına verilmir, amma fitrətən, təbiətən bu insanda bir melodiya duyğusu var və mahnılar bəstələyir, havalar qoşur, daha dəqiq desək. Və belə insanlar bizdə olublar, məsələn, vaxtı ilə Ələkbər Tağıyev nə qədər gözəl mahnılar qoşub düzüb, Qulu Əsgərovun nə qədər belə bəyənimli, sonralar çox populyar olan mahnıları var və belə insanlar az deyil, çoxdur. Və Bəhram Nəsibov həm bir insan olaraq, bir fərd olaraq, həm də bir yaradıcı kimi bir sıra maraqlı xüsusiyyətləri ilə həmişə ətrafındakiləri cəzb edib, cəlb edib və neçə vaxtdır ki, bizim nəzərimizdə idi Bəhram müəllimlə əlaqədar veriliş hazırlamaq. Xeyli müddətdir ki, təəssüf ki, Bəhram müəllim özüm biraz nasaz hiss edir. Amma hər oldu qərar aldıq, gerək evinə görüşək, görüşdük, söhbətini lentə yazdıq. Mən inanıram ki, bu nasazlıq müvəqqəti bir şeydir. Səhət bir gün belə də ola bilər, sabah daha yaxşı ola bilər və Bəhram Nəsibov içərisi həvəslə, işləmək arzusu ilə, yaradıcılıqla dolu bir insandır. Əlbəttə ki, mən 100% inanıram ki, onun o istedadlı varlığı o xəstəliyə də qalib gələcək, o yenidən çox sağlam, çox canlı, qıvraq bir şəkildə yeni-yeni əsərlərin yaradacaq, yeni-yeni şeirlərin yaradacaq. Amma hər halda bu bir saat yarım ərzində onun mənzilində olduq, söhbətini lentə aldıq və mən istəyirəm ki, bu axşam o söhbəti Bəhram müəllimin o söhbətlərin içərisindəki ömür yolunu birgə izləyək və arada da yeri düşdükcə onun ayrı-ayrı müğənnilərin ifasında sevilən, bəyənilən, geniş yayılmış mahnılarını səsləndirəcəyik. Deməli, biz bu yazılışı başlayanda iyun ayının 20-sidir, axşam saat təxminən 6-dır, Yasamalda sənin evindəyik Bəhram müəllim. Əvvəl oradan başlayaq ki, burada açandan yaşayırsan? Hamısı 7'dir. 7. ayın 7'sində 77-ci ildən. Ondan əvvəl harada yaşayırdın? Ondan əvvəl kvartiyat qaldım. Çox qalmışsan, kvartiyat? Hanım 2 uşağım vardı. İndi onlar 25-26 yaşındadır. Harada anadan olmuşsan sən, hansı rayondansın? Füzuli. Özündən yoxsa kəndindən? Kəndindən, Aşar Əfəndi kəndindən. Nə vaxt anadan olmuşsun? 42-ci il. 22 iyun. Deməli, müharibənin başlayan günü ilə günə gün bir il getmiş anadan olmuşam. 42 ildə. Ailənizdə kimlər var idi? Kimlər var idi? Ailəniz kimlər ibarət? Bacıdan, qardaşların, atan-ananın nəçi idi, bacı qardaşlarından kimlər vardı, nə ilə məşğuldular? Atam kolxozçuydu, ata-anam kolxozçu. Bacım, qardaşım da ki, kənddə və kənd adam, məsəl, kolxoz işindədir. Nə qədər Füzulidə yaşansın, neçənci iləcən yaşansın Füzulidə? 62-ci iləcən, 62-ci ildən gəlmişəm Bakıya. Nətər oldu gördün Bakıya? Necə sənin üstünə gəldim. Hansı fakültəyə? Musiqili komediya aktyorluğu. Necə buranı seçmişdin? Orada musiqi var idi. Musiqiyə meylin hardan yaranıb? Musiqiyə meylim mən musiqiçilər ailəsində dünyaya gəlmişəm. Kim idi musiqiçilər sizin ailədə? Atam oxuyan olub.
Belə tanınan oxuyan, yoxsa elə öz olmaları arasında? Seyşinski ilə məsələn toylara gelib, tabi təsəvvür edir. Maraqlıdır, elimi oxuyubmuş da bu adam da. Adın olub atırdın? Paşa. İndi oğlum adını dedin sən bu? Orada burada kimler olub, Füzuli'de böyle az çok tanınan okuyanlardan, çalanlardan? Ağabala kişi, evet, olub sonra rayonun musikçiləri hamısı vaxtı olublar. Ağabala kim məşhur olan olmuyor ki, herhalde? Ağabala kimi yox, məşhur olan olmuyor. Nətər oldu gəldin Bakıya? Böyle bir oradan bir təşvik edən falan oldu səni Füzuli'den yetkinlə girə bilərsən, imkan var girməyə, yoxsa o vaxtında qavı olmaqla da fasad idi, yoxsa mürəkkib problemi var idi? Problemi elə o idi ki, sənət imtihanında bilirdim ki, tar çalırdım da. Tarih kimdən öyrənmişdin? Həmin tar çalan idi. Səsin zaten yox idi ki, dağıtan oxuyurdu. Var idi. Çox əla səsim var idi. Utandım oxumağa, səsim batdı. Nətər oldu deyirsən, gəldin o... Bir gün gördüm, Radda qəzetdə elan verirlər. Qəzetdəki biraz belə sənət imtihanı, əvvəl sənətdən götürürük, nə bilim, nə yedik, nə səlir. Götürdüm oradan rayondan zəng elədim. Sonra instituta. Böyle ki, sənət imtihanı götürürük. Nəyinə məşğul edin o vaxt sən onda Füzuli'dən? Mən kolxozda işləyirdim. Nə işləyirdin? Kolxoz. Nə arıyordun sən? Məsələn, kultivasiya çəkirdim. Yadından çıxmıyor mu o işlər? O işlər? Yox. Tuvalet aparıb eləmirdilər ki? Tək gelirdim. Pul zat verirdilər. Gelirdim, pul alırdım, beş nəfər. Zəng elədim Bakıya. Deyirlər, iyunun 11-nə cəndi imtihan. İndiki kimi yazımdadır. Sən hacın zəng eləmişdin? Mən belə təqribən iyunun əvvəllərində demişdim. Tez tələsik yürüşdüm, gəldim Bakıya. Nətər gəldin Bakıya? Elə bir hasat diyorlar, bir kalkot çedirsən, bir yol var, plan var. Gəlib Bakıda qalmaq var. Dedi, sadə şey diyor ki, gəldim Bakıya. Ən oğlu gətirdi, o qabaq Bakıda oxumuşdu. Bu başqa məsələ. Gəldik, harada qaldın bəs gecə? Qapışıq küşəsi 44-də. Nəyədə, kvartirant kimi də, belə bir gecəlik, iki gecəlik, kərvansara kimi idi. Hədən kərvansarada, nə söyləyeyim, o 3 bar var Ladda. O Qapışıq küşəsi desən. O zapşası satılır, amma maşın zapşası satanlar üçüncü bağ var, o köprü var, köprünün yanında. Anası bu geçmiş Azərbaycan mehmanxanasından aşağı düşən yerdə. Aşağı, orada köprünün altında. Bilirəm, orada mesela elə kərvansara kimi şeydi, mən yadıma gəlmən orada qalmışam bir dəfə. Yadıma, orada var elə kərvansara tipində bir şeydi, bir gecə, iki gecəlik saxlayırlar orada. Yataqxana tipində otaqlardı. Belə. Sonra o, mənim o əmi oğlumun əvvəllər qaldığı yerdi. Tapşırdı orada, Ayvada, Qocalar idi. Nəsə, orada dallanandım, dokumentlər verdim instituta. Atestatlı qiymətləri nətər idi? Yaxşı idi. Mən yaxşı qutarmışam orta məktəbdə. Riyaziyyatı çox istəmişəm. Riyaziyyat, fizika opsiyon bilmədiyim şey yox idi. Ki, məsələn... Kətdə qutardın, olsa Füzuli'də kətdə 10 illik vardı, olmaz mı onu diyorlar? Yox, var bizim kətdə. Var idi. Yekə kətdə onu destin kətdə? Böyük kətdə, böyük pirəmətli deyirlər. Deyir ki, o dövrə intazı biz 3 kilometr o kəndə gelib gəlirdik. Bu öz kəndinizdə 8 illik, 7 illik var idi mi? Var. 9-dan 10-dan o birisi məktəbdə oxumuşdu, yoxsa... 8-dən. Başka işsizat gəlib edim, qışı var, yayı var, gedirdin, akşamları bir canavardan falan arasından çıxıyor o geceler gelip gelen.
Yok, gecələr getmir, yox, səhər tezdən gedirdik. Səhər tezdən gedəndə qış vaxtı ilə gecə olur da. Tezdən gedirdik. Dizə qədər, dizdən də yuxarı bəzən qar olurdu. Yolda tək getmir, hakikətdə mənlə neçə uşaqlar oxuyurdu. Nə yiyib içirdiniz? Evdə? Evdə nə yerdik? Nətər dolandınız da, deyəm, biraz pis vaxtlarıydı, ona görə deyirəm. Yox, pis vaxt deyirdi. Deyirdi pis vaxtda? 60-cı illəri deyib, 59-a qısalmışam mən. 50-ci illərdə oxumuşsan da, müharibədən sonraki dövrdə bir babatdaşıbmış vəziyyətdəsin. Demək ki, verdin sənətləri? Verdim, Əhməd Adil İskəndərov köçürdü imtihanı. Deyir ki, Rahip Hüseyin oldu zat. Rektor. Nətər adam olub o? Boş adamdır. Öyle diyenler de var ama tərifleyenler de çoktu. Yox, tərifə dair bir şey yox onda. Bəli, niyə? Neyinmişdi? Bir dəfə açdı, uşaqlar içəri girmək üçün basa-basa ilə dedi ki, onun üçün sizə artist deyirlər də arsız. Əzizimə dedim, Fatiha'nın buranın rektoru belə danışır. Sonra yine biz bunun esasında sen onun hakkında bir netice çıkartmıyor yoksa başka fırsatları mı var? Yok, sen... Yani sen ben fərd adam diyorsun. Başka da mesela, onun gayri fərd olmağı başka ne subut edebilir? Bir bu. Onu deyim ki, axırıncı dövlət imtihanında ki, bir dənə məsələn, bir 3 yazır mən gezəndə. Orada nədirsə uşaqlar gene bir səs-küy düşdü. Düşdüm ha. Kestiler sen imtihanını. Buna 2 yazın koyun sürünsün. Cevap öğretmenim, ben de söylenmez sınıfından diyorum, ben de Türkiye'de verilmezsiniz diploma lazım diyor, diploma. O gitmeyle 15 il gitmedim. 15 yılın içerisinde ne oldu? 15 yılın içerisinde çok adamlar xahiş eder ondan böyle falan. Dedi ki yok. Öyle olmaz. Hayır, olmaz. Sen bu diplomanın olmamasının aziyetini çekmedin? Çektim demesine. Mesela. Daha sonra diyorsun, Adil İskenderov dersin imtihan götürürdü, neydi? Neyi? Adil İskenderov dersin imtihan götürürdü da, kapıda. O dedi ki, səhnədə bir balaca səhnəydi. İki kimi yanında. Dedi ki, səhnəyə baxıb, buradan beləsi öz bağınız, buradan beləsi qalxozun bağı. İkisine de bir alma dər görüm. Ondan qabaqda bize eşit keçirdiler. Keçirdiler diyor. Hem uşağıydın sen, bu tecrüben olmuş olardı. İradda öz bağından ve obası bağdan derme tecrübesi. He. Var idi tecrübende. Ha biraz oynamıştım şeyde. Füzuli tiyatrında. Oynamağa demirim değil mi? Öyle bir real hayatta. Kətdə məsələn, öz bağı, qonşunun bağı olub belə şey. Evet, Yaxşı. İndi mən burada öz bağımızdan tərfinlə güya ağacı oradan tökülür alma, onları göstərirəm. Sonra orisində görürəm ki, qavulçu gəlir. Qorxa dəriləm. Nəsə bunu elədimsə, andolsun Allah. O iki qarnı belə tutdu, ha güldü ne kadar. Sonra bunu zadda elədim, deməli, mişklə. Mişk oluyor, nəsə deyim. Elə sabahda bir şeylə imtihan verəcəyik. Rəhmətli Müxlislə, o deyildi, Müxlis Şənizadə. Sonra əsl imtihanına gələndə dedi ki, bəs sən bəyəxləri zadda əlinə düz baxırdın, əlinə demək dərində,
Gel, bakasan, görəsən, o almanı görəsən, görməsən də eləməzsən. İndi deyir, əgər düz baxmırsan. Sonra ki, bir dənə o etüd mənim qanım arasına girdi, mən zad verdim üstə. Çalıb oxumadın ki? Çaldım da, oxudum da. Bəyəndilər, Hə. ona kim qulaq asırdı? Elə onlar idi, rəhmətli, dedim ki, Adil İskəndər evi deyir, sonra Müxlisi deyir. Səndən başqa kimlər girirdi o yer? Məndən başqa? Ya da belə indi sonra üzdə indi 100 adam girə bilər, amma deyirəm də sonradan az çox tanınan, eləyən, Yox. indi məlum olan adam. Arif Babayev, mənlə girdi. Sonra rəhmətlik Müşid Abbasov var idi. Bəli. O mənlə girdi. Paketlərindən bir hansını deyir, Səfə Qəhrəmanov var idi. Sonra yox, Səfə kim oğlu belə bir şey. Bəli, sonra. O da böyük istedad idi. Sonra o ev düşənlər başına daş düşdü, onun desin dəli oldu. Sonra Məhəmməd xan vardı zatdan, siyazənlə. Yəni, belə bu adamlar deyirəm, belə tanınan olsun, falan olsun, onun indi Məhəmməd xan falan da çox ola bilər. İndi Arif Babayev deyirsin, tanınır. Arif Babayev nə dedilər, onu da alma dərd dedilər, yoxsa başqa iş gördü? Arif də nəsə oxudu, Sevgi oxudu desən. Mən Çağırgı oxudum, Mənsuri oxudum. Söhbət öyle. Bəli, qəbul olundu Üstad. Sonra indi bir Bəyramla qalmalısan da. Yəni? Mən Ariflə qaldım, Kvarçanıda. Konservatuarın böyründə. Kim bu divarın özündə oxuyub bu? Kim? Ziyad xan, artist var ya Ziyad xan. Cəbrayılov. O özü oxuyur, yoxsa bu müğrəbələri də oxuyur, uşaq səsini oxuyur oxuyan? Yəqin uşaq olar. Ya oğul, ya özdə təkim olur, arvad oxuyur. Yox, arvad səsi döyür. Arif'lə qaldıq şeydə, konservatuarın böyründə. Yasaqdan idi yoxsa? Yox, ev idi. Nə qədər verirdi? Üzeyir Hacıbəyevin heykəlinin sol qoluna yalarsan, sol tərəfdə evlər var biraz düzülüb. Orada qaldıq. Mənim köpüğüm var bir əmək İngilizdir. Əmək deyir. İnsanı əmək yaratmışdı. Mən heç ömrümdə xörə pişməyən adam. Kartofu nə tərəf pişirdimsə, İnan Allah, elə niyəcək, o dadda Arif də deyirdən, deyir o kartof qızartması yadından çıxmasın. Arif də pişirirdi, yoxsa da yiyirdi o? Onu da yiyirdi. Elə bilin ki, bu divarın o tərəfindən gələndə, bura zat qoxunadı bura. Qapını oradan açıb girirdik içəri, buradan da keçirdik öz otağımıza. İki kravat var idi. Bir dəfə gene kartofu koymuşam üstüne, dem alır, yavaş yavaş. Bu Arvat'ta bir kızı var idi, bir özü. Kardeş, bana böyle yazma düşüp değil mi? Der ki, Arvat kar idi. Eğer kar edin, kapını bağlayıpsa buradan, bu kapını açtırabilmezdim. Bir kartofu koymuşam üstüne, pişir. Arkadaş gördüm ki kartofun iyisi yanır. Bürüyüp tüstü basıver yeri. Şimdi buradan ben kapını döymeliyim ki o açsın, pis göz evimize geçmeli, yatağımıza. Hemen gelmedi. Açmır. Ben gelen kağıtları götürmüşüm bir tane. Arif de kasırı. Kapının şişesini döyüyor, tarak tarak eşitmiyor.
Arvad tutar. Axırı birdən gözü sataşdı ki, biz döyürük pəncərəni. Açdı. Açdım gördüm, kartof zayıf gelip. Kartof pişirdin de her şeyde pişirdi yoksa daim kartof yeridir. Yok, ben kartofu ayrıca pişirdim. Öyle pişirdim ki, bal kimi pişirdim. Ondan başka da şey nasıl pişirdiniz de yoksa daim kartof yeridir. Yok, mesela şimdi biri yazması da, yani mesela... Yok, ben ama soruşmuyorum. Diyelim ki yani ki bu dolanışımız zadı ne teriydi de... Geliriz, toyaza geldik yarışına. Gidirdiniz toya vaxtlarda. Mesela ne kadar pul verirdiler size toya gidenler? O vaxt. Ne bir ikimize 100 manat satırdı onda. 100 manat ile balaca pul değil. Bəli. Sonra demek ki bu maraklı işler planlar olmuyor ki üniversite okuduğum müddette. Üniversitenin öz içerisinde, üniversitenin çölünde. Herhalde maraklılar da. Öyle ses salırsan bu şehirden birden böyle çok sakit adam olmamışsın diyesin. Sonra ben o vaxtlar bir mahnı yazdım. Kadam ben aldım, yazdım. Yazdım. Kaçın başlamışsın mahnı yazmaya? İnstitü kutardığım illeridir. Yani desin 62. yılda yazdım onu. Birinci mahnı burada değil mi? Buna təsnif kimi baxırdım mən, mahnı kimi baxmırdım. Birinci mahnım əsas Qarabağı sayılmamış. Birinci onu yazmışsan yoksa böyle üstün olduğuna göre de ona sayırsan. Yani ben olsun yazmışsam ben onu soruşuyorum. Yok öyle... Bilsem ben... Ne şey diyeyim sana? Bu mahnının sözlerini, başlarını yazdım ki... Dedim, fikirləşdim mən vətən haqqında bir yaşlı mahnı yazdım. Ne yazdım? Fikirləşdim, Füzuli'ye bir mahnı yazdım. Sonra gördüm, Füzuli deyəndə çox kişidir. Qarabağın bir bazı hissəsi də Füzuli. Sonra dedim, yok, Qarabağ yazdım. Sözlerini yazdım. Sonra... yazdım, musiqinin üstüne yazdım, hazır. Bizim bir Erməni dedim, demək, o pişirlə qaldım ucu. Da gördüm ki, mümkün değil. Ben imkanım yok pul vermeye. Ne kadar verirdiniz ayda? Desen 80-40 verirdi ilk yarımları. O çok verirsiniz, bahadır, o dövür için bahadır. Öyle. Geldim, o pişirlə qaldım. Okudum bunu Erməniyə. Erməni dedi ki, neydi onun adı koyayım? Erməninin adı o kadar mühim değil, Mıkırtıç mesela. Yoksa yazı sağlık... Yolunun böyle bir tarihi sıyma değil adı onun adı. Dedi ki, bayram deyildi o. Bayram, Qarabağda bu kadar Erməni de var. Ya şimdi buraların üstünde sosyal temel kahraman da var, nem falan da var. Onlardan birini zadeyememişsin. Burada bir mahneye bir klip atelememişsin. Allah vermem. Dedim hapisileştim. Ne mıkıt salabilmedim oldu. Ne avanesi. Olmadı değil mi? Ama ne Atavan'ı diyende olur, Vakıf'ı diyende olur. Ama Ermeni elinde görsen havalı Ermenidir. Ermeni et o mahnının içerisinde de Siri Ermeni ile bağlı bir izi olsun. Mesela? Onların siyasetinden yoktu vapşı. Ben sarayım. Onlar düşmanlardı. Ya düşman da yaxşı tarafını göresen de. Sonra ne diyordu Mıkırtıç? Mıkırtıç diyor değil mi onlar? Mesela şunun avanesi olsun önce. Biz, ben tar çaldım, o da dək çalan, dadı, nağara çalan idi. Yatakhanada ne oldu sonra? Sonra oldu ki, ben çıkarttım yatakhanada. Niye?
Bilirsən, bunlar hamısı üst-üstə düşür, institutdan çıxardırlar, yataqxanadan çıxardırlar, hamını taksir özgələrini görür. Bu özünə də bəlkə nəsə varmış, bəlkə özünə də bir çərçivələrə sığmayan bir adam sanmış, olur ya belə şeylər. Mən demirəm ki, buna görə adamı yataqxanadan çıxardarlar, yapılın, nə bilim, o institutdan çıxardarlar. Müəyyən adamlar olur ki, istedadlı adamlar olur, bunlar çərçivələrə sığmır. Bunlara görə ki, biraz ayrı ölçülərlə yanaşmaq lazımdır. Bəlkə də sənə yanaşa bilmirlərmiş bu ölçülərlə, bir cəza verirlərmiş. Evet, heç olmasın, mən hamadan qorxurdum onda. Nəsə qorxurdun, nəsə? Həm qolsuz, budaqsız adam üzərində deyirdim. Nəsə, bir söz deyərəm, dalaşarlar. Rayona gedib gəlirdin o institut oxuduğun illərdə? Əlbəttə. Bıraxanda, Uskuya, nə deyirsiniz? Tətilə. Tətil vaxtı gedirdim, gəlirdim, anamıza zor deyildi. Yataqxanadan niyə çıxartdılar səni? O, həmən erməni. Erməni nə idi? Nə idi onun vəzifəsi? Komendant. O erməninin deməli, o komendantların təyin edilen yer. Montundaydı. O demiş ki, benim kızımın toyuydu, gelip çalasınız. O da bana dedi ki, falan Kəsov'un kızının toyuydu falan günü. Yani, hatta imkan olmadı, ben geçmedim ona. Geçmedim, geldim onun gazabını çıkarttı. Dedin geleceğim gitmedin, onu dedim gitmedin, yoksa biraz aydın danış vəziyyəti var. Çünkü seninle danışırsan ki, her şey sana xeyirli vəziyyət olun, öyle ki, bu adam demiş, seni çıkarttı. Şimdi olabilir bu pis şeydir, değirmen olmasın, urut olsun, fərqi yok. Adamı umut edeyim, onu pis vəziyyətdə koymak pis şeydir. Bunun üstünde ceza vermek lazım değil adama. Evet, ben hayır olmuştu. Hayır olmuştu mu? Abi. Hadi niye boyunu almışsın? Buraya bak, o üniversitetin bölümünde o fişler gene durur. O fişlerde toy olmalıydı. O sefer ben geçmedim. Hara gittin ben? Gittim ayrı toya. Burada da pul vereceğidiler, niye gitmedin? Bunlara ne söz vermiştin ki geleceğim? Hanımlar arasında söz verende dəqiq qoyurlar, musiqiçilerde bu mesele biraz dəqiq qoyulur. Söz verdi, bu olan kimidir, burada girdin gerek bunun qaydalarına əməl edəsən, əməl eləməyəndə belə şeyler olur da. Sonra hansı mahallar yazırdın o vaxtlar? Allah yazmışım, səni qəmli görəm belə. Olay görüşümdə Süleyman, mənim mallarımı əsas Süleyman oxuyurdu. Süleyman'la nereden tanışıydın? Süleyman Quşkətdəndir. Böyle abladan tanışıydın yoksa burada yakınlaştın? Yəni burada tanış olduq, yaxınlaşdıq. Yaxşı oxuyurdu Süleyman. Evet. Sonra sen de hemden, ben de hemden. Muhammed Süleyman Kərimə gəldiyim hep barədə. Yəni, mən 15 il ki o institutdan uzaq düşdüyüm. O illərdə mən aslan-aslanım sözləridir bu. Sən də hemden, mən də hemden. Aslan evine zəng edirdim, deyirdim gel sayfada çay çək. Falanın ağında göl var, bölündə çayçı vardı, sonra yandı. Evet. Sürazın evi də el oradaydı. Aslan müəllimi. Aslan nasıl adamıydı? Aslan yaşlı adamdı. Dedim vəziyyətdə, dedim ki, vəziyyət bax, belə oldu, belə oldu. Mənə diplom vermədi. Dedi ki, gələn, sən ayrıdan sən götürüm birinci kursa. Ya da şurada sizden diplom verim. Ya indi dedi, indi gelsen, bu üstünden bu kadar ki vaxt geçip. Sen indi götürsən, deyərəm ki, yaxşı tələbə olur, falan olur. Kəmkəsizlər yox, hamısı qiymətləri almışdım. Hər semestrdə 4-5 aldım. Yani rahibler arkadaşımında yazdılar. Kuşlar yazdılar. Sonra gazetesat yazdı. Dedim ki geldim, orada halledecek.
Getdim. Aslı müəllim yaşadan canım, rəhmət eylesin. İndi gəl. Bir az böyle dedik, səni salaq instituta. Başım nəsəli qarışırsa, belə gördüm 5 il keçib təzədən üstündə. Sonra dedi ki, yox, indi uzaq oldu. İndi lazımdır ki, birinci kursa girəsən. Apardım dokumentlərimi verdim. Təzədən birinci kursa ya. Neçənci ildir bu? 87'de bitirdim be. 82. Bəli. Sonra istizadda geldi. İmtihanda. Dedi, bu benim bəstəkarım daha. Şey ki, bir söhbət esasında dedi ki, Qəmbər Hüseyinli də bu sözlərə musiqi yazmışdı. O sən də həmrə, mən də həmrə. Qəmbər Hüseyin də deyirdi, buna musiqi yazmışdı və Bülbül də okumuşdu televiziyada. Ama o böyle geniş yayılmadı. Bu çok geniş yayıldı axı. Sonra illerden hansı mahnıları yazmışlar. Bir yadına düşenleri bir-birine bir misrasını. Çünkü çok adam bilmir. Elə bilirlər, təsnif elə bilirlər ki, məsələn, təsnif elə göydən düşür. Məsələn, mahnı bunu deyirlər, xalq mahnısı, elə bunu 70 nəfər bir adam yığılır bir yerə, məsələn, bu mahnı düzəldir. Belə deyir, bunu konkret adamlar düzəldir. Amma itib batır da, odur ki, heç olmasa özün deyin ki, o itib batanlar itməsin. Sadala bir hərəsinin bir sətrini desin, bilməyədim. Sonra zaten bir de musiqisini yazmışdım, nədir? Aslan müəllim üçün. Bir musiqi yazmışdım ona. Yine fikrim qasırata. İndi o zaten Mehmet Bağır'ın ifasında qalır. İndi yalnız yaddaşla işləyirsən də, yazıqlığının məsələsi yox. Yox. Hemen bu xəstəlikdən sonra olur, da bu? Həli. Yeməyin adını nətərdir? Yaşıyorum. Dolancıq da təbii ki, çətin olar da, indi çətin vaxtlarda xəstələnmirsən. Bəli. Nə anlamın vəziyyəti çətin, amma indi... Mənim vəziyyətim asıl. Sənki də indi xəstəlik falan. Amma herhalde sən o şeirin də içərisində çox umutlu sözlər var. Sən bilirsən ki, yani bu hayatın gedişi insan iradesinden asılıdır. Yani bazen gözlenilmediğin yerden de çok bir çıtlı kapı açılır, düzelir. Bu seyahat de belədir ki, senin vəziyyətin, yani eyni xəstəliyə düşmüş çok adamlar var ki, daha pis olur vəziyyət. Seninki xeyli yaxşı düzü bərdim, elə gəlir ki, babatlaşacaq elə. Yaxşı olur inşallah. Əvvəl gündən bəxt yazılsa insana, müşkül işler ona asan olarmış. Baxışa salsa yopuşan bitməz səhrada, yazda, qışda gülü əlvan olarmış. Talihindən əgər yoxsa qismətin, kara gəlməz ağdın, gücün, qüzrətin, haqlı sözün eşidilər çox çətin, haq danışsa dil fəsiman olarmış. Əhrəm deyər, bəxtin olsun gərək yar, yar olmasa, şir olsan nə xeyri var. Bəxt gətirsə, düşmən dönər, dost olar. Gətirməsə, dost da düşmən olarmış. Bəli. Bəqiyyətdir. Sonra? Sonra, yarımda qalan şehirlərdən deyil. İllər oxuduğun deyirsin, o illər oğuzlayır, o illerin haqqında illəri devam ediyorsun sən. Ondan sonra illəri tek oğuzlamır, həm də nəsə verirlər axı, sən onun içində nəsə qalır. O diyor, şehir oxuyun, onu. Əzbər deyirdin onu. Mən deyirdim, cavan qalıram 100 illər. Bəli. Gün geçtikcə dorulam yaşa deyəsən. Bir-birini qovladıqca fəsillər, kölgə düşür göz ayağı qaşa deyəsən. İllərmiş sağlamlığın uğrusu. Əvvəl bunu bilməmişəm doğrusu. Baş kaldırıb ürəyimin ağrısı, çətin gələr bir də coşa deyəsən. Bəhram bir gün
son gedikdən aşarsan. Əcəl gələr, ayı, günü şaşarsan. Nə yaxşı ki, nəğmələrdə yaşarsan. Getməyibdir, ömür boşa deyəsən. Bununla da akşam görüşlerinin daha bir efir seferi sona yetti. Hamınıza uğurlar arzulayıram. Selamat kalın. Verilişi Rafael Hüseynov hazırlayıb. Səs rejissyoru Cihangir Əliyevudur.